Salam, hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi Sağlam Səhət verilişində yenidən xoş gördük. Bugün bizim qonağımız Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, uzman pediatr Əli Quliyevdir. Xoş gəlibsiniz, doktor. Xoş gördük. Və yaxın günlərdə möhtəşəm bir tədbirə imza attınız. İstərdim rejissorumuz həmin kadrları göstərsin, tamaşaçılarımız da izləsin. Mən izlədim və çox qürur duydum. Doktor, ildən ilə də maşallah həm keyfiyyət artır, həm səviyyə artır. Artıq dünya miqyaslı tədbirlər keçirə bilirik. Bəli. Bunu da biz çox rahatlıqla ölkə olaraq deyə bilirik. Tədbir haqqında məlumat verərdiniz, doktor. Bilirsiniz, Könül xanım, bizim cəmiyyət 4 ildir təsis olunubdur, bilirsiniz. Yeni gənc bir cəmiyyətdir. Gənc bir cəmiyyətdir. Amma ona baxmayaraq çox həqiqətən həm tibbi sahədə, həm sosial sahədə bir çox layihələr həyata keçiririk biz. Biz hər il gedərək özümüzü təkmilləşdiririk, belə deyim. Həqiqətən bu ilki konfransımız möhtəşəm bir konfrans oldu. Fəxri qonaqlarla bərabər qatılım sayısı 800 nəfər. Yəni, çox böyük bir rəqəmdir, belə deyim, bizim üçün. 2 zalda keçirildi. Xaricdən 18 dənə qonağımız vardı, dəvətlənmişdik biz. Deməli, Meksikadan, hətta Meksikadan gələn, deməli, Azərbaycan Dünya Pediatrlar Assosiasiyasının bundan sonraki seçilmiş başqanı, məsələn, gəlmişdi bizim konfransa. Orada iştirak elədi. Türkiyə Pediatriya Qurumunun başqanı, Türkiyə Milli Pediatriya Cəmiyyətinin sədr müavini, Türkiyə Neonatoloji Dərnəyinin sədrini dəvətlənmişdik. O biraz xəstələndə gələ bilmədi, məsələn, onun yeni təmsilçisi gəldi. Yəni, həqiqətən, məsələn, Ərəb Birliyinin Pediatrlar başqanı gəlmişdi. Həm xaricdən, həm yerli bir çox məruzəçi, harası 60-a yaxın belə deyək, məruzəçi orada iştirak etdi və çıxış etdi. Və mən inanıram ki, bu konfrans həm indi, həm gələcəkdə Azərbaycan pediatriyası üçün öz töhfələrini verəcəkdir. Doktor, sadaladığınız qonaqlar arasında dünyaca mötəbər həkimlər, mütəxəssislər, alimlər var. Mən düşünürəm ki, o alimləri dəvət etməyə hər cəmiyyət də cəhd etməz. Söhbət Azərbaycandan getmir. Ümumiyyətlə, dünya miqyasında pediatrik cəmiyyətləri nəzərdə tuturam. Onlar da hər tədbirə getməzlər. Burada Azərbaycan Pediatriya Cəmiyyətinin, şəxsən sizin, idarə heyətinin üzvləri olan həkimlərin inanıram ki, çox böyük bir payı var. Təbii ki, çox böyük rolu vardır. Məsələn, bizim... Yəni, bu qədər nüfuz olmasa onlar gəlməzdilər. Gəlməzdir təbii ki. Bizim, məsələn, bunu misal verim mən, bizim idarə heyətinin üzvlərindən cəmiyyətin sədr müavini həmdə Erkin Rəhimov tanıyırsınız. Yəni. Efir vasitəsilə də salamlayırıq doktoru. Salamlayıram Erkin doktorda. Bəli, o, məsələn, Beynəlxalq Pediatriya Assosiasiyasının Standing Komitəsi var, məsələn, orada üzvdür. Orada idarəçi struktur rol alan bir insandır, belə deyim. Və təbii ki, onun o insanların bura gəlməsində çox böyük rolu vardır. Və bizim üçün bu məqam niyə önəmlidir? Məsələn, bilirsiniz, dünyanın müxtəlif ölkələrində hər 2 ildə bir Beynəlxalq Pediatrlar Assosiasiyasının konfransları keçirilir və məsələn, düzdür, biz 2027 üçün namizəd ölkə olmuşduq, orada biz oranı qazana bilmədik, amma biz pəs eləmirik təbii ki, yəni bunun üçün mübarizəmizi aparırıq və məsələn, oranın gələcək başqanının gəlib burada iştirak etməsi, bizim gördüyümüz işlərə şahid olması bizim qapılarımızı nə üçün açır? Onlar baxırlar ki, hə, bunlar iş görə bilirlər. Yəni, bu iş sözdə olacaq bir şey deyil ki, mən bu işi görərəm, bacarıram deyə. Gəlib görməsi lazımdır və şahid olması lazımdır ki, bu insanlar burada nə iş görürlər deyə. Potensialları nədən ibarət? Potensiallar görmələri lazımdır və həmin adam buraya gəlmişdi Meksikadan, dediyim kimi, və o adam həqiqətən gedəndə bizə o qədər xoş sözlər dedi ki, yəni belə bir şey gözləmirdim mən burada və söz verdi ki, gələcək seçkilərdə mütləq şəkildə Azərbaycanın o konfransı udması üçün bizə dəstək verəcəkdir. Nə qədər çalışırsınız, doktor? Bəli, bu çox önəmli bir şeydir əslində. Baxın, bütün halda aktiv bir fəaliyyət göstərən həm də həkimsiz. Gündəlik sizin müayinələriniz var, pasientləriniz var. O telefonunuz əminəm ki, susmur, gecə-gündüz zəng edənlər olur. Yəni, həkim fəaliyyəti ilə paralel olaraq həm də bir təşkilata rəhbərlik etmək, təşkilati işləri həyata keçirmək necə çatdırırsınız, yəni necə bacarırsınız? Nə qədər bir həkimdə güc olmalıdır ki, həm klinik fəaliyyətini göstərsin, həm bir böyük bir cəmiyyətə rəhbərlik etsin, tədbirlər keçirsin. O tədbirləri keçirmək asan məsələ deyil, həftələrlə, günlərlə vaxt gedir, qonaqları dəvət etmək lazımdır, onları qarşılamaq. Yəni, bir aləm iş var. Bəli. Bunun öhdəsinə necə gəlirsiniz? O, təbii ki, bir nəfərin gördüyü işlər deyil. Bizim idarə heyəti məsələn 10 nəfərdən ibarətdir. Təbii ki, burada iş bölgüləri vardır, kimlərdən iş görəcəkdir. Amma belə deyim ki, biz nəticədə getmişik, xaricdə oxumuşuq, təhsil alıb gəlmişik, bir çox şeylər orada görmüşük.
Və təəssüf ki, bizim ölkəmizdə yaşayan pediatrların hər biri o xaricə gedə bilmir, çıxa bilmir, görə bilmir. Oradakı sistemlərin, konfransların necə iştirak edə biləcəyinin məlumatı yoxdur. Və biz hər zaman düşünürük ki, biz necə eləyə bilərik ki, əgər bizim həkimlərimiz xarici gedə bilmirlərsə, xarici gətirək. Biz xarici bura gətirək, belə gətirək buraya. Mən və həqiqətən bilirsiniz, bir tədbir keçirdiyi zaman istər-istəməz bunun mənfi tərəfləri ola bilər, müsbət tərəfləri ola bilər, razı qalan ola bilər, narazı qalan ola bilər. Yəni bunu normal qəbul etmək lazımdır. Hər kəsi qane etmək mümkün deyil, doktor. Deyil, amma ümumi olaraq mənə gələn belə deyim, məlumatları deyirəm ki, ən az qatılanların 90%-i o qədər xoş sözlər yazırlar, deyirlər ki, insana ki, doktor sağ olun, var olun, biz ya maddi imkanımız yoxdur, ya orada bir əlaqələrimiz yoxdur, biz gedək orada iştirak edək. Siz orada tanınmış bütün professor heyətini gətirib burada bizim qarşımıza çıxış elətdirirsiniz, belə deyim. Sual vermək fürsətləri də olur? Sual vermək fürsətləri olur, həm konfrans daxilində, həm konfransdan çöldə yaxınlaşıb hər hansı bir suallarını verə bilərlər. Və yaxud da ünsiyyət yaradırlar, əlaqələr qururlar, sabah oraya gedə bilməsələr belə, xəstələr olan vaxtda o müəllimlərə mesaj yazıb suallar soruşa bilirlər, deyək ki, məsələn, o professorlara. Yəni, oxuduğum mənə qalsın misal deyil burada. Yəni, biz oxumuşuq, görmüşük və bunu necə eləyə bilərik ki, bizim ölkəmizin pediatriyasına əks etdirək, belə deyəm, bu gördüklərimizi. Və mən inanıram ki, bu konferanslar gedərək daha təkmilləşəcəkdir, daha yaxşı olacaqdır və təkrar edirəm, o konferansda hər bir həkimin öyrəndiyi bir söz belə məncə bizim üçün önəmlidir. Və kimdən öyrənmək önəmlidir? Kimdən öyrənməsi çox önəmlidir. O əl çatmayan mütəxəssislər, hansı ki o mütəxəssisləri bəlkə də onlar internetdə izləyirlər, belə qiyabi tanıyırlar. Bir də dediyiniz kimi tədbirdə qalxıb o necə deyim, əl çatmaz mütəxəssislərə sual vermə imkanı var. Sonra fasilədə yaxınlaşıb söz deyə bilirlər. Yəni bunun özü məncə həm də çox böyük bir fürsətdir o həkimlər üçün, orada iştirak edənlər üçün. Yəni, bir də gələnlər əl çatmazı əl çatan edirsiniz, doktor. Həqiqətən gələnlər, tam səmimi deyirəm, bunlar Türkiyənin belə deyim də və ya xarici ölkənin ustadlarıdırlar, belə deyim yəni onlar. Yəni, onların bura gəlməsi üçün də biz xeyli əmək sərf edirik, danışırıq, söhbət edirik. Məsələn, çünki onların da çox toplantıları vardır. Davamlı xaricdədirlər, belə deyim. Bəzən zamanları məhdud ola bilir. Hətta bəzən biz konferansın zamanlamasını elə sala bilirik ki, onlar da iştirak edə bilsinlər. Yəni zamanımızı dəyişə nəzərə alırıq, çünki bəzən deyirlər də niyə məsələn dekabr ayında keçirilir konfrans, niyə oktyabrda yox, məsələn noyabrda yox, deyək ki, biz onların hamısını nəzərə alırıq, çünki o beynəlxalq konfranslar vardır. Çalışırıq onlara biz çaxışmayaq, üstə düşməyək, çünki üstə düşdüyü zaman istər-istəməz bəzən gələ bilməyə və biz istədiyimiz həkimlərin bura gəlməsinə çox maraqlıyıq. Xaricdən gələnlərdən nəzərdə tuturam, yəni çox maraqlıyıq, çünki dedim ki, bunlar ustadlardırlar və bunların hər dediyi söz, belə deyim, dünya belə deyim də tibbinin altında qolu vardır, belə deyim, dedikləri sözünü bizim üçün önəmlidirlər. Təbii təkcə onlar deyil, bizim öz ölkəmizdən də kifayət qədər məruzəçi oldu, 60-a yaxın belə deyim, məruzəçi oldu. Azərbaycanlı məruzəçi, doktor. Azərbaycanlılar olurlar, bəli, və bunlar belə deyim, moderatorlar, məruzəçilər və 2 böyük zalda keçirilirdi konferans. Bu ilki konferans çox böyük oldu, belə deyim və demək olar ki, axıra qədər də konferans zalları dolu gedirdi, belə deyim, yəni maraq çox yüksək idi. Və mən onun üçün bir də bu məqamı mən yenə də vurğulayım. Biz bu illəri məsələn dövlət tərəfindən də çox böyük dəstək gördük biz. Mənəvi dəstək gördük. Dəstək baxımından belə deyim. Yəni dəstəklədilər həm prezident administrasiyası, qeyri-hökumət təşkilatlarının dövlət belə deyim, dəstək agentliyi, deyək ki, Səhiyyə Nazirliyi, təbib, icbari tibbi sığorta, bunlar hamısı bizə həqiqətən çox böyük dəstək verdilər. Mən bu fürsətdən istifadə edərək bütün bu qurumlara öz təşəkkürümü bildirmək istəyirəm. Çünki həkimlərə icazə alınmasından media dəstəyinə qədər hər mövzuda bizə yardımcı oldular. Bütün bu dövlət qurumları. Doktor, biri var tədbirə qatılırsan sadəcə iştirakçı kimi. Yəni qatılırsan dinləyici kimi. Biri də var o cür mötəbər şəxslərin qarşısında o tribunaya çıxıb çıxış etmək var. Hər halda Azərbaycanlı məruzəçilər təxmin edirdilər ki, yəqin ki, kimlər gələ bilər, yaxud kimlər gələcək və onların qarşısında mən çıxış etməliyəm. Çıxış etmək həm də özünü orada təsdiq etmək deməkdir, özünü orada ifadə etmək deməkdir. Yəni, bu daha çox belə məsuliyyətini artırmırmı, yaxud daha çox həyəcan verici deyilmi məruzəçilər üçün? Belə bizim üçün də böyük məsuliyyətdir. Əslində ki, onların önünə kimləri çıxaracaqsınız? Təbii ki, və çıxış edən insanın məsuliyyəti də bizə aiddir. Yəni deyək ki, çıxış etdiyi zaman elə məsələn sözlər deyə bilər ki, bəlkə tibbdə öz əksini tapmaya bilər, öz fikirlərini səsləndirmiş ola bilər və bunlar əslində beynəlxalq konferanslarda çox istənilən şeylər deyil. Yəni belə deyim də beynəlxalq arenada mən belə düşünürəm, nə yol getmək olmaz. Yəni tibb nə düşünür, deyək ki, məsələn dünya səhiyyəsi nə düşünür,
məqalələr, ədəbiyyat nə düşünür, bundan danışmaq lazımdır və bəzən insanda tərəddüdlər olur ki, deyək ki, çıxış edən adam fərqli şeylər deyər, orada. Bəs öncədən bir tanış ola bilərsinizmi məruzə mətni ilə yaxud çıxışla? Öncədən tanış olmaq əslində ola bilər, amma mən öz düşüncəmə deyim, bu gün üçün onu çox etik olaraq görmürəm. Yəni çıxış edən bir ki, ver görüm nə danışacaqsan. Onu demək bəlkə çox etik olmaya bilər. Demədiniz heç kəsə? Heç kimə demədi elə bilsiniz, amma həqiqətən də bu konfrans elə bir şeyində şahid olmalıq ki, məsələn, nəsə bir narahatlıq olsun, amma yenə deyirəm, bunlar hamısı insanı tədirgin edir, narahatlıq doğurur insanda və məsuliyyətdir doktor. Məsuliyyətdir. Ki, mən seçmişəm. Bəli, mən seçmişəm deyə və İkinci bir məqam nədir? Bəzən insanlar incəyə bilir ki, məsələn, niyə mən çıxış eləmədim, məsələn, filan kəs çıxış elədi, o çıxış elədi, bu çıxış elədi. Biz də bunu hər zaman elə efirdən də istifadə edək deyil, fürsətdən istifadə demək istəyirəm. Yəni biz çalışırıq ki, öz üzərində işlənmiş, həqiqətən peşəkar bütün insanlar orada belə deyim, çıxış etmə şansı tapsın, təmsil olunsun, amma bunu da qəbul etmək lazımdır ki, bir konfransda bütün ölkədə danışdıra bilmərik, belə deyim, yəni. Qalanda gələn konfransı qalsın. Biz çalışırıq ki, hər konfransda müxtəlif, belə deyim də, insanlara çıxış verək ki, həm maraqlı olsun, auditoriya üçün maraqlı olsun, həm də təbii ki, insanlarda belə bir incilik yaranmasın. Amma bu konfrans üçün deyəcək olsam, bəli, hər hansı bir neqativ çıxışlarda hala rastlamadıq biz. Həqiqətən möhtəşəm çıxışlar yapmışdılar. Hamı çox yaxşı hazırlaşmışdı dərsində, belə deyim, yəni. Əhsən Azərbaycanlı həkimlərə. Bəli, və dediyim kimi mən ancaq belə müsbət geri dönüşlər ala bilirəm və bunu da vurğulayım ki, biz bu il bizim konqresin açılışı Ulu Öndərin anım gününə təsadüf etmişdi. Əslində bu təqvimdən orada da mən vurğuladım. Təsadüf seçilmiş bir gün deyildi. Biz Ulu Öndərin uşaq sevgisidir, həkim sevgisidir, bunu hamımız bilirik, belə deyək. Biz istədik ki, bütün pediatrlar bərabər toplanaq və Ulu Öndəri o gün yad eləyək, xatirəsini yad eləyək və mənə görə bu çox xoş bir təsadüf oldu. O gün keçirdik konfransı, belə deyim, və Ulu Öndəri də yad etdik orada. Belə. Doktor, çıxış edənlər arasında mən uzman uşaq cərrahı Vüsal Cəfərovu da gördüm. Çıxış elədi o da? Yox, o moderator olaraq gəlmişdi oraya, çıxışı yox idi. Uşaq cərrahlarından başqa həkimlər. Görəndə çox sevindim açığı. Vüsal doktor, təbii ki, Vüsal doktor bizim dəyərli dostumuzdur. Dəyərli peşəkar həkimimizdir, belə deyim. Yəni sayılıb seçilmiş həkimlərdən biridir. Vüsal doktoru biz hər zaman demək olar ki, konfranslarımızı geri veririk. Ya məruzəsi olaraq veririk, ya belə deyim, moderator olaraq geri veririk. Bir şəkildə iştirak edir. Bir şəkildə iştirak edir. Çünki biz Vüsal doktor çox güvəndiyimiz, yəni arxayın olduğumuz bir həkim yoldaşımızdır bizim, yəni. Təkcə Vüsal doktor üçün demirəm, yəni orada iştirak edən bütün həkimlər bizim yaxın dostlarımızdır, sevdiyimiz insanlardılar və biz oraya seçdiyimiz zaman biz aşağı-yuxarı ən az 99% əmin oluruq ki, bu insanlar qarşıdakı sizi məyus etməyəcək. Nəsə bir şey verəcəkdir, nəsə bir şey verəcəkdir. Təkrar edirəm, çox başarılı olduğunu düşünürəm bizim konfransımızın. Ən son günə qədər tıxa basa dolu oldu zallarımız və hazırda da görüntüləri izləyirik. Bəli. Doktor. Doktor, bir sual da verim sizə. Baxın, qeyd etdiniz ki, hər bir Azərbaycanlı pediatrın xarici konfranslara qatılmaq kimi imkanı olmaya bilər, bəzən də qatıla bilmirlər. Amma siz gedirsiniz. Hər dəfə gedəndə özünüz üçün bir qeydlər də aparırsınızmı? Biz təşkil edəndə belə olsun, elə olsun. İstər onların təşkilatçılığı baxımından, istər proqram baxımından. Yəni baxıb öyrəndiyiniz məqamlar varmı ki, Azərbaycanda da biz keçirsək bu cür olsun? Belə deyim. Yəni təcrübə olaraq faydalanırsınızmı? Əvvəllər çox faydalandıq, belə deyim, faydalandıq. Çünki bizdə bu tərz konfranslar çox keçirilmir açıqcası. Amma inanın ki, oradan bura gələnlər deyirlər ki, artıq siz demək olar ki, bizi keçmisiniz, yəni. Elə deyil. Təşkilatçılıqda, çıxışların seçilməsində və s. Yəni və mən bir məqamı paylaşdım. Bu il məsələn Türkiyədə bizdən çox həkim gedir. Türkiyənin Milli Pediatri Dərnəyi var, onun konfransına bir çox həkimlər gedir. Ən az sayı bu il getdi məsələn buraya həkimlər. Soruşdular görəsən niyə həkim gəlmir misal deyim buraya. Və dedilər ki, onsuz da bizdə artıq o mövzuların hamısı təşkil olunur, çıxışlar olur, bu tərz bir konfrans keçirilir. Həqiqətən artıq oraya getməyə ehtiyac görmürlər artıq həkimlər. Və oraya gedib gəlmək də həqiqətən ciddi maliyyə tələb edən bir şeydir. O pulu ödəmədən burada rahatlıqla daha düzgün bir ödənişlə bizim konfrans demək olar ki, onlara bütün bu istədiklərini verir deyə düşünürəm. Yəni o baxımdan əvvəllər düzdür, öyrənmək həmişə lazımdır. Hər zaman öyrənməyə ehtiyac vardır. Amma mənə elə gəlir ki, biz kifayət qədər öyrənmişik artıq bu işi. Biz bu işin artıq tətbiq olunması belə deyim, aşamasındayıq və məncə bunu biz
kifayət qədər də yaxşı bir şəkildə tətbiq edə bilirik ölkəmizdə. Artıq öz məktəbimiz var deyə bilərsinizmi, doktor? Deyə bilərəm, Azərbaycan təbii ki. pediatriyası özü bir məktəbdirmi artıq? Azərbaycan pediatriyası özü tam məktəbdir deyə bilərəm, tam səmimi şəkildə və mən orada açılışda, çıxışımda təbii ki, bir illik nə işlər görmüş onların təqdimatını verdim mən. Təqdimatın ən sonunda özüm də fikirləşdim ki, biz nə qədər çox iş görmüşük və bizim orada idarə heyəti deyir ki, biz bu qədər iş görmüşük, amma fərqində deyilik bunun yəni. Bəli. Çünki pərakəndə işlər gördüyümüz üçün bunu oturub fikirləşmirik ki, biz bu işləri görmüşdük, amma yekunda bunu təqdimatda hamı görəndə biz xeyli iş görmüşük deyə düşünə bilirik. Deyək ki, uşaq evlərinə müayinə getmişik. Naxçıvanda O ən gözəl gördüyünüz işlərdən biridir o uşaq evi, uşaq müayinə doktor. aksiyası keçirtmişik. Bəli. Təlim-tədris mərkəzi qurmuşuq. Orada gənc həkimlərin yetişdirilməsinə dəstək veririk. Bölgələr gedib orada konfranslar keçiririk. Məsələn, Şuşa konfransı vardı, biz bilmirəm, yəqin ki, onu da görmüşdünüz siz. Çox möhtəşəm bir konfrans olmuşdu. 300-ə yaxın həkim qatılmışdı buradan, məsələn. Bakıdan getmişdi oraya həkimlər. Yəni, nəyə deməyə çalışıram? Gördüyümüz işlər kifayət qədər masştabı böyük olan işlərdirlər. Həqiqətən ağır işlərdirlər. Həm praktik həkim işləmək, həm bu işləri görmək çox çətindir, məsuliyyətdir. Amma bəzən bir nəfərin bilinlərində bu daşın altına əlini qoyması lazımdır deyə düşünürəm və inanıram ki, bundan sonra daha da yaxşı işlər görəcəyik deyə düşünürəm. Doktor, təbii ki, Azərbaycanda başqa tibbi cəmiyyətlər də var, onlar da yerli və beynəlxalq tədbirlər keçirirlər, amma pediatriya cəmiyyətinin tədbiri olanda sanki bir pediatriya şöləni yaşanır sosial mediada. O qədər çox paylaşılır, yəni görməmək, xəbər tutmamaq mümkün deyil. Və bir də nə nüans diqqətimi cəlb edir, sanki sizin cəmiyyətinizin tədbirinə gələn iştirakçılar, o pediatrlar qonaq kimi gəlmirlər. Ev yiyəsi kimi gəlib, ev yiyəsi kimi gedirlər. Bunu hiss edə bilirik biz kənardan. Özünkü bilirlər, mənimsiyirlər, bizim tədbirimiz, bizim cəmiyyətimiz, bizim konfransımız o qədər çox özünküləşdirə bilirlər ki, buna necə nail ola bilirsiniz? Yəni, bilirsinizmi, baxırıq da digər misal üçün başqa hansısa bir beynəlxalq tədbiri Azərbaycanda keçirilmiş, iştirakçı kimi gəlib otururlar qonaq kimi də gedirlər. Sanki bunlara heç bir aidiyyatı yoxdur. Amma sizin cəmiyyətinizin tədbirində pediatrlar gəlirlər, elə bir ev yiyəsi kimi özlərini aparırlar. Sanki belə qonaq deyirlər. Bunu, necə deyim, kənardan hiss edirik. Bir də bunun səbəbini bizə izah edə bilərsinizmi? Yəni, nə edirsiniz ki, hər kəsinki olur o tədbir? Yəni, belə deyim ki, bizdə, ümumiyyətlə, bizim idarə heyətində bir egoistik anlayışı yoxdur. Yəni, hər kəs hər kəsə dəstək olur və dediyim kimi, bugün sədr olan, sabah mavini olan, o bizdə bir əhəmiyyət kəsb etmir açıqcası. Yəni, sədr sadəcə ad olaraq vardır, belə deyim. Yəni, hər kəs daşın altına əlini qoyur. İkincisi, məsələn, biz çalışırıq ki, hər kəsi bu işə cəlb edək. Yəni, heç kim kənara qalmasın. Misal versəm, məsələn, necə cəlb edə bilirik? Təzərət yaratmışıq. Biz 23 dənə işçi qrupu yaratmışıq. Məsələn, pediatriyanın müxtəlif sahələrində işçi qruplar yaradılıbdır və biz istəyirik ki, hər qrupda ən az 10 nəfər aktiv bir şəkildə iştirak etsin. Bunlar beynəlxalq protokolların yazılması və ya tərcüm olunmasıdır. Bunlar kitablar yazılmasıdır, jurnalların yazılması və ya tərcüm olunmasıdır deyək ki, konfransların təşkilinə aktiv rol alınmasıdır, misal deyək ki. Bunlarda biz cəlb etməyə çalışırıq. Məsələn, düşünün ki, 23 dənə işçi qrupu vardırsa və hər qrupa bir 10 nəfər deyək ki, üzv olsa, 230 nəfər adam edir, belə deyim. Yəni. Bu nə deməkdir? Sən 230 adamın ən azından gecə yuxuya yatarkən, belə yuxudarkən, yatmağa gedərkən düşünür ki, nə edə bilərəm mən buna? Məsələn, Azərbaycan pediatriya üçün necə bir töhfə verə bilərəm, necə bir kömək edə bilərəm? Bu böyük bir rəqəmdir və bu 230 nəfərdə bir il orada işləyir deyək ki, məsələn, sonra istəyirik ki, ildə bir yenilənsin bu. Bu nə deməkdir? Bu 230 nəfər gedir, yerinə ikinci bir 230 nəfər gəlir deyək ki, məsələn. Və bu təbii ki, həm canlanma yaradır, həm hər kəsdə sahiblənmə hissi yaradır ki, mən burada dəvət olmuşam, burada hər hansı bir qrupun üzvüyəm və bir iş görməm lazımdır. Belə deyim, məsuliyyət yaradır həkimlərin özündə və təbii ki, sahiblənmə duyğusu yaranır. O baxımdan dediyiniz kimi, heç kim kənarda qalmadığını hiss etmədiyi üçün bu deyir ki, bu hamımızındır. Siz onu özünüz də hiss edə bilirsiniz. Baxın, mən kənardan jurnalist olaraq çox böyük də həkim çevrəm var. Baxıram, nə qədər paylaşırlar, sanki pediatriya şölənidir. Sözün əsl mənasında pediatriya günləri keçirilir. Hamı paylaşır, necə insanlar, o pediatrlar həvəslə, canı könüldən yanaşırlar o tədbirlərə. Bunu kənardan hiss etmək o qədər gözəl, o qədər aydındır ki, siz özünüz də onun fərqindəsinizmi, doktor? Yəni, bunu eşitmək bizim üçün xoşdur təbii ki. Bəzən biz iş yolundan və işin içində olduğumuz üçün bəzən hiss eləməyə bilirik. Amma təbii ki, deyim ki, konfrans sonrası bizə gələn, belə deyim, istəklər, arzular ona göstərir ki,
hər halda biz düz yoldayıq, belə deyim, düz gedirik və bilirsiniz, burada niyə çalışmaq, nə istəyirik biz açıqcası? Uşaq həyatı belə bir şeydir də, yəni sürətli olmaq lazımdır pediatriyada. Yavaş-yavaş getmək olmaz. Çünki sənin yavaş atdığın hər hansı bir addım bilmədiyi üçün hər hansı bir uşağın həyatına mal ola bilər, belə deyim. Yəni. O baxımdan pediatriyada, ümumiyyətlə tibbdə yavaş addımlamaq olmaz. Mümkün qədər sürətli getmək lazımdır. Nə bacarıq öyrənmək, ayaqlaşmaq lazımdır. Ayaqlaşmaq lazımdır. Məsələn, dünyada bugün elə müalicə üsulları var ki, insan yəni onlara görə dəhşətə gəlir. Məsələn, onların ölkəmizə gətirilməsi, burada tətbiq genetik müalicələrdə tutmuş hər şey. Onların gətirilməsi, tətbiq olunması lazımdır. Çünki bir uşaq, belə deyim də, o müalicə gəlmədən varsa bu müalicə dünyada və biz onu bura gətirib ona vermədiyimiz üçün əgər həyatını itirirsə, təbii ki, orada bu məsuliyyət hər birimizin boynuna düşür, belə deyim. Yəni. Buna görə əzab çəkdiyiniz olurmu? Bəs necə? Təbii ki, elə müalicələr vardır ki, deyək ki, orada valideynin maddi güc çatmaya bilir. Məsələn, elə bir müalicə vardır ki, deyək ki, o bura gəlib çatana qədər uşaq həyatını itirə bilir. Elə valideyn vardır ki, o heç vaxt uşaq sahibi olmayacaqdır bir daha. Tək uşağı vardır və o müalicəni ala bilmədiyi üçün həyatını itirir. Yəni, belə deyim, bu hadisələr insanların başına gəlmədən bunu anlaya bilmirlər. Təəssüflər olsun ki, yəni. Onun üçün biz pediatrların əsas məramı nədir, işi nədir? Bu tip hadisələri cəmiyyət içində aktivləşdirmək, sosiallaşdırmaq ki, yəni gözləmək lazımdır ki, nə vaxtsa mənim də başıma bir hadisə gəlsin, mən addım atım, belə deyim. Yəni. Onun üçün çox incə nüanslar vardır. Məncə bu baxımdan pediatrların, pediatristlərin, ümumiyyətlə hər kəsin çox diqqətli olması lazımdır. Məsələn, bizdə bir hekayə məsələn danışım mən sizə. Dramatik bir hadisədir. Demək, qadın ailə həyatı qurur, yoldaşı qəzaya düşür, qadın hamilə qalandan sonra yoldaşı rəhmətə gedir. Qadının ilk uşağı olur, olandan sonra problem olur, qadının uşaqlığı götürülür, yəni daha uşaq sahibi olmayacaqdır. Uşaqda doğulur, semiyada olur. Semiyada bir əzələ xəstəliyidir. Əslində, ən qısa müddətdə bunun dərman müalicəsi verilərsə, çox bahalı bir müalicədir. Bu, insanın sizdən məndən fərq olmaya bilər, normal insan kimi yaşaya bilər. Amma yoxsa bu uşaq həyatını itirəcəkdir. Yəni, bu qadın üçün bu bir tragediyadır, faciədir əslində. Söhbət o milyon manatlıq müalicədən mi gedir? Bəli. Məsələn, bu qadın üçün bu bir faciədir əslində. Yəni, həyat yoldaşını itiribdir, hamiləlik vaxtı uşaqlığını itiribdir, bir daha uşaq sahibi olmayacaqdır. Və bunun müalicəsi də var. Müalicəsi də var, amma müalicə olunmasa bu uşaq da itiriləcəkdir. Yəni, insan həyatını necə dəyişə biləcək bir hadisədir bu, misal deyirəm. Yəni, bu, kaş ki, məsələn, o maddi güc ola, imkan ola, o uşağa doğulan kimi müalicə verilə və bu qadına ən azından bir nöqtədə yardımcı olasan ki, baxın, bu da sənə dünyanın, insanlığın, həyatın bəxş etdiyi bir hədiyyədir. O valideyn üçün deyirəm. Yəni. Amma təəssüf ki, bu belə olmur. İşte biz çalışmamız lazımdır ki, bu tip hadisələri nə qədər bacarırıqsa minimuma endirək ki, yəni burada dediyim kimi o uşağın, o zərər görən uşağın dediyim kimi bütün hər şeyi, məsuliyyəti təkcə o ananın və ya o ailənin üstündə deyil, məncə bütün cəmiyyətə aiddir o uşağın yaşadığı hadisədir. Doktor, Sovet vaxtı yadımdadır, ən yaxşı həkimlər Moskvadadır deyirdilər. Kimin də pulu var idi, gedirdi Moskvaya, orada müalicə alıb gəlirdi. Hətta elə bir nəsil kök yox idi ki, oradan bir-iki nəfər ən azı gedib Moskvada müalicə alıb gəlməsin. Bir ömür də onu danışırdı ki, Moskvada həkim mənə belə dedi, Moskvada həkim mənə elə dedi. Sonralar üst tutdular bizim pasiyentlərimiz, bizim vətəndaşlarımız ya İrana, yenə də pulu çatan getdi Türkiyəyə. Təbii ki, başqa Avropa ölkələrinə gedənlər də olur, çoxluq olaraq deyirəm. Artıq o gedənlərin də sayı azalır ildən ilə. Və bir sual verim sizə. Bugün Azərbaycan pediatriyası Avropa, Amerika pediatriyası ilə müqayisə olunacaq səviyyədədir. Ümumiyyətlə hansı səviyyədədir? Necə dəyərləndirərdiniz? Yəni, orayla müqayisə etməmiz çox doğru olmaya bilər. Çünki bizim ölkəmizin keçdiyi, belə deyim, çətin yol, işte müharibə, ondan sonra torpaqlarımızın işğal olunması, SSR-nin dağılması, oradakı tibb sahəsinin çökməsi, bizdəki tibb sahəsinin dünyaya ayaq uydura bilməməsi, insanların sürət dalınca qaçması, tibbin çox inkişafa vaxt tapa bilməməsi. Onun üçün bunu götürüb bu anda bəlkə Avropa ilə müqayisə etməmiz doğru olmaya bilər. Haqsızlıq olar. Haqsızlıq olar. Çünki yəni dediyim kimi, məsələn, Avropada işləyən, yetişən bir həkim ilə 1995-ci ildə Azərbaycanda yetişən bir həkimi eyni qaba qoyub müqayisə edə bilmərik deyə düşünürəm. Amma
Bunu da bilirəm ki, istəsək çox iş görmək olar. İstəsək deyəndə, yəni istəməmiz lazımdır əslində bunu. Biz istəyirik, çalışırıq, amma hamımızın istəməmiz lazımdır. Çox işlər görmək ola bilər. Amma bu gün üçün dünya, Amerika, Avropa bizdən çox-çox qabaqdadır. Ona bir şübhəmiz yoxdur. Amma onların olduğu səviyyə bizim çata bilməyəcəyimiz bir səviyyə deyil. Onu tam səmimi deyirəm. Yəni biraz belə deyim, güc verib, biraz işləməklə onları yaxalaya bilərik deyə düşünürəm. Misal üçün, Avropa Borç Sertifikasiya imtahanı olur və elə biraz öncə danışdığımız uzman Azərbaycanlı cərrah, uşaq cərrahı Vüsal Cəfərov qatıldığı imtahanda ən yüksək balla keçə bildi. Yəni, əslində Azərbaycanda tək-tək heç də o Avropalı həkimlərdən geri qalmayan, o sertifikasiya imtahanlarını çox uğurla verən həkimlərimiz var. Misal üçün, Pərviz Hacıyev. Tutaq ki, Avropa Uşaq Urologiya Cəmiyyətinin təhsil komitəsinin üzvüdür. Yəni, bu kiçik balaca bir iş deyil. Tək-tək var. Bütün güc məhz bu həkimlərin, sizlərin, mütəxəssislərin çiyninə mi düşür, doktor? Qismən elə düşür, amma yenə deyirəm də, bu görülməyəcək işlər deyil. Çünki artıq öyrənmə də asanlaşıbdır. Baxın, yəni əvvəlki qədər əlçatanmaz deyil, əlçatandır, bəli. Yəni bir balaca təkan verməklə dəstək verir. Məsələn, biz cəmiyyət olaraq düzdür. Bizim hələ o qədər bir maddi gücümüz yoxdur, amma gələcəkdə məsələn planlarımız nədir? Əgər hər hansı bir yetərli maddi gücümüz olarsa, məsələn, Azərbaycandakı rezidentlərin oraya kurs etməsində, məsələn, ən az 3 aylıq, 6 aylıq onları dəstəkləməmiz məsələn deyək ki. Elə bir büdcəniz olarsa. Olarsa əgər gələcək belə deyim. Bugün təəssüf ki, elə bir büdcəmiz yoxdur, ancaq elə öz belə deyək, dolandırırıq özümüzü belə deyək. Hə, amma elə bir büdcəmiz olarsa bizim o gücümüz vardır. Təkcə Avropa, Türkiyə, Amerika hər yerdə kontaktlarımız var, ünsiyyətlərimiz var, tanıyırlar bizi, həkim yoldaşlarımız vardır. Baxın, bura gələn həkimlərdən söhbət gedir. Onlar bizə deyirlər ki, məsələn, yaxşı kadrlarımız varsa göndərin biz onu yetişdirək, heç bir ödəniş eləmədən belə deyim, yəni. Bu tip maddi dəstək olarsa gələcəkdə məsələn, biz bunları eləyə bilərik. Hə, inanıram ki, bunlar dediyim kimi sadəcə yavaş gedir biraz proseslər. Bunu biraz sürətləndirmək mümkündür. Amma bayaq dediyiniz kimi bizim həkimlər gedib orada o imtahanda birinci ola bilirlərsə, bu demək ki, kifayət qədər belə insan Azərbaycanda vardır ki, o iş görə biləcək belə deyim də, getsin orada aktiv iştirak etsinlər. Mən inanıram ki, biraz gələcəkdə maddi dəstəyin artırılması ilə Azərbaycan pediatriyasını çox-çox yaxşı belə deyim, səviyyəyə gətirib çatmaq mümkündür. Növbəti hədəfləriniz nələrdir, doktor, cəmiyyət olaraq? Bax, birini qeyd etdiniz ki, əgər belə bir büdcəmiz olsaydı, rezidentləri xarici ölkələrə, kurslara göndərərdim. Bu sizin deyək ki, bir hədəfinizdir. Və ümid edirəm ki, ona da çatacaqsınız. İnanıram ki, bir gün o da olacaqdır. Elə burada oturub onu müzakirə edəcəyik sizinlə. İnşallah. Bəs başqa hədəfləriniz nələrdir? Kaş olsun dediyiniz nələr var? Kaş olsun, kaş olardı. Birinci nədir? Birinci hədəflərimiz elə odur ki, xarici buraya gətirməmiz üçün, təkrar edirəm, yəni çox ciddi maliyyə dəstəklərə ehtiyac vardır və buradan dedim kadrların oraya göndərilib yetişdirilməsi lazımdır. Kifayət qədər onlara qədər bizim çevrəmiz var. Sadəcə o dəstəyə verəcək maddi gücümüz yoxdur. İkincisi biz deyirik ki, yaxşı, deyək ki, bunu eləyə bilmirik. Təkrar Amerikanın təzədən kəşf eləmənin mənası yoxdur. Deyək ki, Amerikada bir tənəffüs yolu xəstəliklərlə qədər bir protokol vardırsa, biz götürüb onu təzədən yazmamızın mənası yoxdur. Düzdür, ölkələr arasında bəzi fərqliliklər ola bilər, amma biz o protokolları götürüb qismən modifikasiya eləyib, deyək ki, məsələn, bizim icazə alıb onlardan, bizim dilimizə tərcümə edib bunların biz yaya bilərik. Yəni, deyək ki, məsələn ki, bizdə bu protokollar tətbiq olunsun. Çünki bilirsiniz də, siz də şahidsiniz ki, bu nə qədər biz etiraz etsək də, bir nəfər əlinin yanına gedir, başqa müalicə alır və əlinin yanına gedir, başqa müalicə alır və bizə yazanlar da olur onu. Bunun nəticəsi nə olur? Təbii ki, həkimə qarşı güvən itir. Amma hər kəs eyni şəkildə yanaşsa bu işə, təbii ki, məncə həkimə olan güvən özünü bərpa edə bilər, belə deyim, yəni zaman içində. Amma hər kəsin eyni müalicə vermək şərti ilə. Doktor, düz başa düşdümsə, burada problem o beynəlxalq protokollardan kənara çıxmalardır mı? Yəni, hər kəs o beynəlxalq protokollara əməl etsə, eyni diaqnoz və eyni müalicə olar? Yəni, misal deyim, versək, qrip. Deyək ki, qripdə ilk 2 gün ərzində gəlsən bir müalicə verilir. Deyək ki, 2 gündən sonra gəlibsənsə, qripdə spesifik bir müalicə yoxdur. Yəni, resept yazmamaq lazımdır. Burnu yumaq üçün suzlar verirsən, qızdırma sağlıcı verirsən və deyirsən gözünü sağlayacaqsan, ağrırsan, danışarıq. Amma əgər bir qrip insan müxtəlif yerlərə gedir, hər dəfə əlində bir fərqli reseptlər çıxırsa, təbii ki, bu yəni, həkim olmasan belə deyərsən ki, bu necə ola bilər də, yəni bir xəstəliyin bir müalicəsi olur. Hamı eyni müalicə yazmırsa, demək ki, burada bir yanlışlıq vardır. O zaman da nə olur? Güvən itir insanlara qarşı. Amma protokolların yayılması, məsələn, deyək ki, Azərbaycanda peyvənd əlaqədar yetərli qədər bir məlumat kitabçası yoxdur. Amma bir il əvvəl elə bir kitabça yazıldı, deyək ki, peyvənd əlaqədar.
Artıq bütün həkimlərin stolunun üstündə bu kitabça vardır. Sualı olan vaxt açır kitabı, o kitabçını oxuyur ki, burada necə bir addım atmaq lazımdır məsələn. Əvvəl deyirdilər ki, belə bir ədəbiyyatımız yoxdur deyə biz ailəyə necə cavab verəcəyimizi bilmirik. Amma ədəbiyyat artıq vardır və bundan istifadə edirlər həkimlər. Bu tip, belə deyim, protokollar, ədəbiyyatların tərcümə olunması, həkimin adına yayılması, arasında yayılması vahid bir müalicə sistemini yaradar, belə deyim. Yəni o zaman da Həsən belə yazdı, Vəli belə yazdı, olmaz bu işlər. Bu bir. İkincisi də mən öz şəxsi görüşümü deyim. Məsələn, Azərbaycan tək Bakıdan ibarət deyil. Yəni bölgələrdə ciddi sıxıntılar vardır məsələn. Deyək ki, sual oluna bilər ki, bir zaqatla da bir uşağın tənəffüs borusuna bir fındıq qaçdı deyək ki, məsələn, bronkoskopiya olunması lazımdır. O bölgədə neçə dənə bronkoskopiya vardır? O uşaq gedib ora çata biləcəkmi? Məsələn, ya Gəncədə bir uşağın tənəffüs borusuna bronkoskopiyaya qaçdı. Yaxşı, orada aparat aldın, qoydun, cihaz da aldın, qoydun. Onu eləyə biləcək mütəxəssisin varmı orada? Misal deyək ki. İkinci bir sual soruşmaq olar ki, məsələn, burada yaşlı həkimdir, bölgədə işləyir, amma özü üzərində işləməyibdir. Xalq ona inanır, amma oranın cəmaəti ora inanır. Bu müalicələr yazır, amma bunlar heç birisi doğru müalicələr deyil. Bu mu yaxşıdır, yoxsa heç həkim olmaması mı yaxşıdır? Məsələn, hansını tərcih edərdiniz siz deyək ki, məsələn? Səhv müalicəmi, yoxsa müalicə olmamağı? Müalicə olmamaq, həkim mi istəmirsiniz deyə. Məsələn, bunun özü də çox mübahisəli mövzudur və bölgələrdə düşünürəm ki, çox ciddi bir kadr çatışmazlığı vardır. Yəni Azərbaycanda sanki kadrların hamısı Bakıya cəmləşiblər. Bakıda kifayət qədər yetərli kadr vardır. Məsələn, bu kadrları necə eləmək olar ki, bölgələrə keçsinlər məsələn. Ən azından rezidentlərin bir dönəm daha yüksək maaş mı? Məsəl üçün Təhsil Nazirliyi bölgələrdə işləyəcək müəllimlərə daha artıq maaşlar təklif edirlər. Müəyyən imtiyazlar təklif edirlər. Türkiyədə var idi, həkim evləri var deyək ki, məsələn, həkim evi yoxdursa deyək ki, başqa bir təyinata girəndə gedib orada həkim evində qala bilirdi. Ailəsindən qala bilirdi deyək ki, məsələn, istədiyi qədər qala bilirdi deyək ki. Yəni bu təyinatlar olmurmu doktor səhiyyədə? Təyinatlar olur. Sadəcə təyinatını bitirən qaçır gəlir geri. Yəni təyinat gedən adam orada qala, işləyə, yəni 3 illik təyinat verdin, 3 il orada vaxt öldürdü deyək ki, məsələn, qayıtdı gəldi buraya. Bu da çox doğru bir şey deyil. Yəni bir şəkildə bu həkim axınının biraz bölgələrə yayılması lazımdır. Çünki dediyim kimi Azərbaycan bir Bakıdan ibarət deyil. Eynən. Burnu axan qatır gəlir Bakıya ki, mənim uşağım öskürdü, burnu axdı, biraz ağırlaşdı. Nə qədər uzaq yol gəlir, hər kəs də gələ bilmir, qalmağa yer olmur. Baxırsan 20 gün uşaqda ta 4 saatlıq yolla gəlib məsələn Bakıya deyək ki. Bunlar doğru şeylər deyil. Bunların dediyim kimi bölgələrdə bir şəkildə aktivləşdirilməsi lazımdır. Bölgələrə getmirsiniz doktor? Bölgələrə biz gedirik təbii ki. Biz orada həkimlərə gedirik, 5-6 bölgəyə gedirik biz. Məsələn, Qubaya gedirik, Şəkiyə gedirik, Gəncəyə gedirik ki, ətraf şəhərlərdən gələ bilsinlər, rayonlardan gələ bilsinlər oraya. Məsələn, Lənkərana gedirik, Naxçıvan Muxtarəskası gedirik. Amma bu bir günlük gedib gəlmələr, yəni nə qədər şey izah edə bilərsən ki orada? Həmin vaxtı xəstə olan uşağa kömək edə bilərsiniz də. Siz gedəndən bir həftə sonra uşaq xəstələnəndə sizi tapa bilmir axı. Tapa biləcəkdir axı, bəli. Yəni o baxımdan bir şəkildə bu Bakıdakı dediyim kimi həkim paylamaq lazımdır müəyyən qədər. Paylanması lazımdır deyə düşünürəm mən. Doktor, mən hər zaman siz və digər mütəxəssis həkimləri görəndə düşünürəm ki, ilahi, bu həkimlərin pasiyenti olan uşaqlar nə şanslı uşaqlardır ki, həqiqətən gedib bu həkimlərə çıxa bilməyiblər. Amma mən elə istəyərdim ki, bütün Azərbaycanlı uşaqların elə bir şans payları olsun. Yəni o şans hər kəsin olsun. Tutaq ki, Bakıda balaca bir misal üçün deyirəm, Gülnar gəlir sizin yanınıza, məsələn, siz onu müayinə edirsiniz. Nə xoş o Gülnarın halına ki, onun sizin kimi həkimi var. Amma bir də misal üçün deyirəm, Goranboyun ucqa bir kəndində yaşayan balaca bir misal üçün də bir Vəlinin də belə bir şansı kəş olar. Ona görə bəzən elə üzülürəm ki. Yox, onlar önəmlidir bəs necə. Mən bu konfransda mənim çıxışım vardı. Elə mövzu Azərbaycanda pediatr olmaq dünyanı bugünlü sabaha deyə mövzu buydu yəni. Bir çıxışım oldu orada. Orada da mən bunu vurguladım ki, məsələn, bir araşdırma aparılıbdı Azərbaycanda bəzi bölgələrdə. Deyir ki, dağda yaşayan çoban uşaqlarına gedib peyvənd vura bilmirik, çünki o şərait yoxdur gedək vuraq məsələn. Yəni dağda yaşayan çoban uşağının peyvənddən kənar qalması bizim günahımızdır. O uşağa haqsızlıq. O uşağa haqsızlıqdır yəni. Onun atasının çoban olması, dağda yaşaması, ucqar yerdə yaşaması onun günahı deyil. Yəni biz hər nöqtəyə belə deyim də əlimiz çatması lazımdır. Gedib onların peyvəndləri vurulması lazımdır. Və ya araşdırmada belə bir şey yazılmış ki, məsələn, ailənin maddi imkanı xəstəxanaya gəlib peyvənd vurmaq üçün yetərli deyil. O zaman bu ailənin təyin olunub xəstəxanaya gedib orada peyvənd vurması lazımdır onun evində. Misal deyirəm, Türkiyədə belə şeylər vardır. Yəni, bu cür əlavə xidmətlər olmalıdır. Bu amma yenə deyəndə bunları Bakıya şamil eləmirəm o dediklərim. Yəni Bakıda daha rahatdır insanlar, daha əlçatandır hər şeyə. Bunlar
bölgələrə baxdığınız zaman bunların hamısını dəyərləndirmək lazımdır. Yəni bir ölkədə bir peyvəndlənmə eləyirsənsə, o dağda yaşayan çobanın, uşağının niyə əksik qalması lazımdır şu yəni? Onun da haqqıdır bu yəni. O da bir vətəndaşdır, onun da haqqıdır. Bunlar kiçik ayrıntılardır bəlkə, amma məncə o ailə üçün böyük işdir. O ailə üçün böyük ayrıntıdır. O uşağı ayrıntıdır. fərdi düşünəndə o uşağın da ona haqqı çatır. Eynən. Gəldiyinizə görə təşəkkür edirəm doktor. Çox sağ olun, var olun gəldiyinizə görə. Mən həmişə düşünürəm ki, xalq olaraq hansı savabımıza görə Allah bizə belə yaxşı həkimlər yetiribdir. Və sağ olun ki, xaricdə təhsil alsanız da ölkəmizə gəlibsiz, ölkəmizə dönübsüz, buradasınız. Bu bizim üçün çox böyük bir lüksdür, mən belə deyərdim. Çox sağ olun, mən də minnətdaram ki, dəyər verirsiniz, dəvət edirsiniz. Ən azından fikirlərimiz deməyə şərait yaradırsınız. İnanıram ki, biz hamımız əllə verəcəyik və təkcə pediatriya və tibbi deyil, bütün sahələri ayağa qaldıracaq inşallah. Çox sağ olun doktor. Əziz tamaşaçılar, bizim qonağımız Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, uzman pediatr Əli Quliyev idi. Sizinlə isə sağollaşırıq, yenidən görüşünüzə gəlmək ümidi ilə sağ olun, sağlıqla qalın.